Salam qızlar, hamınızı xoş gördüm. Bugün niyə qızlara salamlayıram? Çünki bu video məhz xanımlar üçündür. Tanrıça seriyasının növbəti günündə hamınızı xoş gördüm və bugün mən yenə bir şeylər izləmişəm və sizə bunu danışmalıyam. Bir münasibətə anlıq şahidlik elədim və düşündüm ki, bu həm elə indi burada çəkilməlidirsə bunu danışmalıyam çünki sonra yadımdan çıxacaq və plus növbəti Tanrıça videosu paylaşılmalıdır. Çünki biz çoxdandır məhz Tanrıça seriyası üçün video paylaşmırıq. Yeri gəlmişkən burada Tanrıça seriyasına daxil ola bilərsiniz. Orada çoxlu qəşəng videolar var. Öncəliklə deyim ki, söhbət nədən ibarətdir? Puldan və niyə mən başında dedim qızlar üçündür? Çünki mən istəmirəm bu videonu kişilər izləsin və deyilsin ki, afərin Fidan xanım, siz bizim tərəfimizi tutursunuz. Lazım deyil. Amma mənə lazımdır, mənim qızlarım söhbəti tutsunlar və münasibətlərində hansısa material bir şeyə görə onlar dəyərli olduqlarından xəbərləri olsun. Həmçinin bu period ərzində onlar münasibətdən də zövq ala bilsinlər. Yoxsa elə münasibət standartları pul olanda aləm dəyir bir-birinə. Ən başından başlayım, necə oldu? Çox bəsit, nəsə oldu və xanım dedi ki, kişisən də sən ödəməlisən və bəy dedi ki, mən kişiyəm deyə ölməliyəm. Təsəvvür eləyin artıq hansı həddə gəlib və kişilər bizə bu sual verir. Kişiyəm də ölməliyəm. Gəlin ən başından başlayaq bu söhbəti burada çözməyə. Baxın, müəyyən bir səviyyə qadınların limitləridir, müəyyən bir səviyyə var ki, orada artıq biz qəbul eləməliyik ki, hər birimiz insanıq. Necə? Bir kişi onsuz da öz məsuliyyətlərini bilir. O bilir ki, varıdırsa, bu çox önəmli bir detaldır. Çünki siz bəzən 700-800 manat maaş alan bir kişini seçirsiniz və ondan gözləyirsiniz kartiyer. Nə? Bu sizcə də haqsızlıq deyil. Siz ondan gözləyirsiniz iPhone 79 Pro Max nə bilim nə. Bu sizcə də haqsızlıq deyil. Əgər indi öz aramızda da burada qızlarıq. Əgər o sizdən hansısa bir xüsusi performans gözləsə, siz necə sinirlənərsinizsə, necə haqsızlıq eləmiş sayılarsa, eyni zamanda siz də bu haqsızlıq eləmiş olarsınız. Ona görə gəlin ən başından birinci başlayaq səmimi olmağa. Mən özümdə hansı vəziyyətdəyəm? Necə bir adamam, necə bir münasibətə okeyəm və necə bir münasibət istəyirəm. Mənim üçün münasibətdə pul nə qədər önəmlidir. Müəyyən bir səviyyə var ki, orada, məsələn, buna nümunə verərəm mən öz münasibətimi. Biz hər ikimiz sahibkarıq və hər ikimizin gəliri oynayır. Aşağı gəlir səviyyəsinə düşmürük, retki, yəni düşmürük. Çox xüsusi bir hal ola bilər, normaldır, ola bilər ki, ödəmələr gecikib, ola bilər, nağdlaşma problemi var. Bu halda yola verərdik. Amma genel olaraq sahibkarıq və çalışırıq ki, bu periodda kimsə prosesin investment tərəfində olanda, o artıq böyüməyə odaqlananda, digər onu sıxışdırmasın. Necə? Məsələn, əgər mən prosesin böyümə tərəfindəyəmsə, qarşı tərəf məndən vaxt tələb eləmir. Əgər o prosesin böyümə tərəfindədirsə, bu tərəf ondan maddi dəstək gözləntiyə girmir. O məsuliyyətlərini bilir və eləyir, okey, təşəkkür eləyirəm. Amma mən gözləntiyə girmirəm. Bu sözü niyə dedim? Çünki bir çoxunuz gözləntiyə girirsiniz. Hələ heç nəyiniz olan, prosta flört, prosta sevgili olan bir oğlandan gözləntiyə girirsiniz ki, o sizi əl üstündə maddi olaraq tutmalıdır. Bütün kişilər sizə əl üstündə davranmalıdır. Bu onların boynunun borcudur. Amma burada söhbət maddiyyat deyil. O sənin şəxsi sərhədləri tapdalaya bilməz. Sənə haqsızlıq, aşağılama, yuxarıdan aşağı baxmaq, ahlaki sənin dəyərlərinin dışında bir şey eləyə bilməz. No. Amma bu o demək deyil ki, sən getməlisən, öyrənməlisən kişiləri soymaq üçün taktikalar və dəxilsiz tələblər. Əsəbimdən dilim topuq vurdu. Söhbətə sinirləndiyimi göstərməməliyəm. Sən başlamalısan güya öz aləmində tələbkar olmağa, dəyərli qadın olmaq üçün tələbkar ol. Sən burada dəyərli olmayacaqsın. Olacaqsan soyğunçu. Və sağlam oğlan dost çox dəyərlidir. Çünki siz orada görürsünüz əslində oğlanların masalarının gizli söhbətlərini və mən ondan bir şey öyrənmişəm. Onlar çox vaxt məhz maddiyyatla yanaşan və sırf soymaq niyyətində olan qadınlara hörmət eləmirlər. Və məncə haqlıdırlar. Səni sırf fiziki olaraq istəyən bir kişiyə nə qədər sayğı duyarsan, ancaq sənin gözəlliyin, vidin, belin, bədənin, nə bilim nəyin maraqlı olan bir adama sən nə qədər dəyər verə bilərsən ki, o
bir gözləntiyə girərsən də ki, bu bunun qarşılığını mənə verməlidir. Eyni şey material üçün də keçərlidir. Biz maddiyyat gözləyəndə sürəkli həm özümüzə, həm qarşı tərəfə haqsızlıq eləmiş oluruq. Amma bugün mən burada sizə durub əxlaq dərsi keçmirəm. Ya da necə dəyərli qadın olmaq olar söhbət eləmirəm. Ona görə ən başına qayıdırıq. Qayda 1, qərar vermək. Sən qərar verməlisən, sənin münasibətdə nə istədiyini. Mən istəyirəm sevilmək, yoxsa mən istəyirəm bir ailə qurmaq, yoxsa mən istəyirəm pul, yoxsa mən istəyirəm nə? Və sonra buna görə davam eləməlisən. Bəzən qızlar gəlirlər mənə deyirlər ki, Fidan xanım, mən bu oğlanla ailə qurmaq istəyirəm, amma oğlan mənə pul xərcləmir. Deyirəm ki, sənə pul xərcləmək dediyin şey nədir? Deyir ki, mənə gül almır, mənə bahalı güllər almır, nə bilim, mənə çox az, biz gedirik restoranlara çox az vaxtlarda. Deyirəm ki, yaxşı. Bəs oğlan nə edir? Deyir ki, o işləyir, evinin ipotekası var, onu ödəməyə çalışır. Deyirəm ki, okey. Bəs sənə evliliklə bağlı nəsə deyib? Deyir ki, hə, bəs nə biz hazırlaşırıq? O arada deyir ki, hətta mən pul düzəldim, biz gedək üzüyü seçək. Burada bu oğlan səhv nəsə eləmir. Əlindən gələni maksimum çabalayır ki, evini ödəsin. Sənin atanın qabağında deyə bilsin ki, bax, mən sənin qızını çölə atmıram, evim var, ora aparıram. Və maksimum çalışır ki, onun imkanı olsun, pulu olsun, sənə qəşəng toy eləyə bilsin, ya da xonça gətirə bilsin. Çabalayır. Və ola bilər ki, bəli, bu oğlan aylıq 20-30 min manat qazanmır, bəlirli bir gəliri var və bu gəlirə uyğun bir planlama olur. Bu başqa bir məsələdir. Bəzən siz gəlirsiniz, deyirsiniz ki, mənim ərimin varıdır, ya da sevgilimin varıdır, amma mənə eləmir. Bax, burada başlayır sənin zihin sistemin ortaya girməyə. Ki sən nəyə görə öz halal ərinin, hansı ki o faktiki olaraq sənə eləyə bilər, amma eləyə bilmir. Əli gəlmir, o cimridir, o xəsisdir, o niyə sənin həyatındadır? O yaxşı kişidir, prosta indi mənə eləmək istəmir. Niyə istəmir? Bax, burada biz artıq müzakirə eləyə bilərik. Amma bu ümumi olaraq, bu video ümumi olaraq məhz qadınları o olmaqdan çıxartmaq üçündür. Çünki qızlar, siz özünüzə necə dəyər versəniz, qarşı tərəfdə sizə elə dəyər verəcək. Amma bu özünə necə dəyər versən, sən nə qədər dartıb ala bilsən deyil. Sənin yerin nə qədər dəyərli olsadır. Sənin gözləntilərin necədir? Sən gözləyirsən hörmət, sənin üçün vacibdir diqqət, sənin üçün vacibdir sərhədlər, sənin üçün vacibdir o kişinin kişi kimi sərhədlərin olmağı, yoxsa sən pulla ödəyib həll eləmək olar. İnsanlar tez-tez məni pul düşməni və s. adlandırırlar. Amma bu belə deyil. Mən öz həyatımda da bəlirli bir maddi səviyyədəyəm. Həmçinin uzun müddətdə sizə də maliyyə mentorluq eləyirəm və bir-birinizdən görürsünüz, gerçəkdən yola çıxan insanlar haralara gəlib. Və mənim düşmənçəliyim pulla bağlı deyil. Mən həmişə sizi çağırıram. Özünüz olmağa, natural olmağa. Çünki sən əgər o pulu gözə soxmaq üçün istifadə edirsənsə, sən o üzüyü seçəndə məqsədin hamının gözünə girməyidirsə, sən paltar seçəndə buna çabalayırsansa, burada biraz problem ola bilər. Sən öz aşağılıq kompleksini çöldə bəzəməyə çalışırsansa, burada sorun var. Sən sevilə bilməmək hissini varlı kişinin pulu ilə bağlaya biləcəksənmi? Bilirsən, dəyərsiz hiss eləmək elə bir şeydir ki, əgər sən dəyərsiz hiss eləyirsənsə, ona milyard da bağlaya bilməz. Çünki maliyyədə belə bir qayda var. Bir müddətdən sonra bizim realitəmiz olur, bizim arzularımız bizim üçün olur normal realitə. Məsələn, siz gəlirsiniz mənim yanıma 1000 manat qazancla, sonra üstündən 6 ay keçir, gəlir 2-3 qatına çıxıb, siz mənə şey deyirsiniz, elə bir ki, bu çatmır. Bu niyə belə olur? Çünki siz artıq öyrəşirsiniz, artıq sizin kremləriniz bahalaşıb, artıq sizin parfümləriniz bahalaşıb, adidən qızlarda belə olur. Və ona görə də bu sizin üçün normallaşır. Və təsəvvür eləyin, əgər sizin daxili kompleksləriniz çoxdursa, siz hələ də özünüzü sevilməyə layiq bla görmürsünüzsə və bir kişi gəlib sizə çoxlu pullar xərcləyir, sonra bir müddət sonra pul xərcləməsi üçün normal olur və artıq siz bununla da təmin olmursunuz və burada xaos başlayır. Ona görə vaxtında nə edirik? Özümüzü seçirik. Oturub özümüzə səmimi oluruq ki, mən nə istəyirəm? Mən necə bir insanım? Mənim üçün münasibətdə nə qədər önəmlidir? Pul nə qədər olmalıdır? Mən özüm nə qədər qazanıram? Bir kişi olmasa, mən özüm necə yaşayıram? Mən bir kişi olsaydım, özümlə bağlı nə düşünərdim? Mənim üçün bir kişiyə yamanmaq biraz pis çıxacaq. Onsuz da mənim adım çıxıb ki, nə qədər pis söz var, hamısı deyir. Küstüm. Mən nə qədər bir kişiyə uyğunlaşmaq istəyirəm ki, mən bir kişi məni seçsin deyə çabalayıram. Bax, buna da baxa bilərsiniz. Amma xanımlar var ki, onlarda bu belə deyil, çox əla. Ümumiyyətlə, baxın, görün siz
ər axtarırsınız, yoxsa oyuncaq, yoxsa övlad? Belə qızlar çoxdur. Hətta keçən dəfə mən maraqlı bir кейs oxudum. Adam biri özü haqqında yazıb ki, bəs mən elə bilirəm ki, ərim mənim uşağımdır, mən onunsa çox əsirəm. İçinə yemək qoyanda mən istəyirəm ki, narahat olmasın və s. Sonra da kommentariyada soruşublar neçə yaşın var, deyir 19. Adam 19 yaşında bir 30 yaşında kişinin anası olmağı seçib. Ona görə netləşdirin ki, mən nə istəyirəm? Bəlkə mən istəyirəm ata, sahib. Ona görə net olun və bu netlikdən sonra münasibətləriniz səviyyə atlayacaq. Uzun sözün qısası, bu videoda biraz aydınlandıq. İrəli dönəmlərdə mən sizə detallı danışacağım bu proseslərdə nə etmək lazımdır və s. Amma irəli dönəm nə vaxt onu bilmirəm. Çalışacağım daha tez-tez olsun. Özünüzə çox yaxşı baxın. Zənnimcə münasibətlər ümumiyyətlə çox geniş bir mövzudur. Dünyada elə bir insan yoxdur ki, o desin ki, mənim 100% münasibətimdə hər şey bomba kimidir. Münasibət dinamikadır, insanıq, oynaya bilir, düşüb qalxa bilir, bəzən duyğularımız qarışa bilir. Əsas necə hiss etmək içərdəki və prosesi necə idarə etdiyimizdir. Pul da gələr gedər, duyğular da oynaya bilər. Əsas dəyərlərdir, təməl sütunun yerində olmağı. Çünki təməl sütun yerində olanda biz davam eləyə bilirik. Amma əks halda yarpaq kimi. La. Özünüzə çox yaxşı baxın. Sizi çox sevirəm. Mənim üçün çox dəyərlisiniz. Düşünürəm ki, bugün də xanımlara belə bir mövzuda azıcık da olsa bir aydınlanma verə bildim və seriyanın davamında təkrar görüşərik. Öpürəm.